لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد بارك الله فيكم أحسن الله عليكم Allah size bereket versin ve inşallah yine biz Vaciz kitabında derslerimize devam ediyoruz. Yani Kitab-ül Fiqh ve Sünne, yani fiqh ve sünneni başa düşmek. Kitabın ve kitab ve sünneni başa düşmek. Deməli biz dərs namazın şərtlərini, vaciblərini və həmçinin müstəhəblərini götürmüşük. İndi qalmışıq. Yəni dərs namaz nə vaxt insana vacibdir və dərs namazı olmayan kəsə nə haramdır və yaxud da ki, belə deyə bilərik. Birinci növbədə dərs namaz almaq nə vaxt vacib olur? Birinci olaraq namaz qılmağa başladıqda və yaxud da ki, dərs namaz yoxdursa, namaz qılmaq istəyirsənsə, bu zaman dərs namaz almaq sənə vacibdir. Nəyə görə? Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu və ənfusəkum, Ya eyyuhəl-ləzīnə əmənu İdə qumtum ilə salat, təqsilu vucuhəkum və əydiyəkum iləl-mərafiq Hamsəhu bir-rusukum və ərzləkum iləl-kəbeyn. Yəni Allah Teala buyurur ki, ey iman gətirən kəslər, namaza qalxdığınız zaman, burada qəsd olunan namaz qılmağa istədikdə, üzünüzü yuyun və əllərinizi yuyun topuqlarla bərabər və həmçinin başınıza məs çəkin və ayaqlarınızı yuyun topuqlarla, yəni bərabər. Bu ayə əsasən Allah Teala burada əmr edir. Ya eyyuhəl-ləzīnə əmənu İdə qumtum fəğsilu İdə qumtum ilə salat fəğsilu vucuhəkum. İman gətirən kəslər namaz qılmağa istədikdə, yəni üzünüzü yuyun. Əmr gəlir. Əmr də vacibliyə dəlat edir. Və həmçinin yəni şərtlərdəndir. Dərs namaz, namazın qəbul olması üçün şərtlərdəndir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Lə yəqbəllə salətə, yəni salətən bi qeyri tahur. Yəni Allah subhanət hala dəstəmazsız namazı qəbul etmir. Deməli, bu birinci şərt. Yəni dəstəmaz nə vaxt vacibdir? Namaz qılmağa istədikdə dəstəmaz vacibdir. İkincisi, dəstəmaz nə vaxt vacib olur? Evi tavaf elədikdə. Evi tavaf elədikdə dəstəmaz vacibdir. Çünki tavafsız dəstəmaz etmək, dəstəmazsız tavaf etmək icazəli deyil. Çünki Peyğəmbər s.ə.v buyurur ki, Ət-tavafu bil-beyti salatun illə ennallah əhəllə fihi əl-kələm. Peyğəmbər s.ə.v buyurur ki, evi tavaf etmək namazdır. Yəni, evi tavaf etmək namazdır. Sadəcə Allah-u Teala orada tavafda, o namazda danışmağı icazə verib. Deməli, evi tavaf etmək namazdır. Allah Resulü s.ə.v evi tavaf etməyini adlandırıb, namaz adlandırıb. Namaz da dəstəmazsız olmur. Yəni, adı namazsa dəstəmazsız olmur. Lakin deyir ki, Allah Teala orada danışmağa icazə verib. Və dəstəmazın sonra gəlir dəstəmazın müstəhəbləri. Deməli, dəstəmazda vacib olan nə oldu? İki şey. İki halda dəstəmaz vacibdir. İki halda dəstəmaz var. Birinci namaz qılanda, ikinci evi tavaf eləyəndə. Sonra gəlir dəstəmazda müstəhəb olanlar. Yəni, dəstəmaz özü də müstəhəbdir, sünnədir, vacib olan yerləri də var. Lakin dəstəmazın özünün də müstəhəbləri var, sünnələri var. Nədir? Birincisi, nə vaxt dəstəmaz almaq sünnədir? Nə vaxt vacibdir, vacibləri götürdük. Nə vaxt dəstəmaz almaq sünnədir? Birincisi, Allahı zikr eləyəndə. Dəstəmazın yoxdursa, bu vaxt dəstəmaz almaq sünnədir. Bu da Muhacir ibn Qunfuzun hədisinə əsasın. Muhacir ibn Qunfuz radiyallahu anhu deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmə yəni o dəstəmaz alarkən salam verdim. Və Peyğəmbər sallallahu aleyhi və səlləm mənə dəstəmaz alarkən salam verdim. O deyir, mənə salamı qaytarmadı. Və hətta dəstəmazı bitirənə qədər. Dəstəmazı bitirdi və sonra salamı mənə qaytardı və dedi ki, İnnəhu ləm yəmnu'ni ən əruddə aleykə yəni illə ənni kərihdə ən əzkurallah illə tahara. Peyğəmbər s.ə.v mənə sənə salamı qaytarmağa mani olan şey
yəni xoşlamadığım idi, dəstəmazlı olmadığım halda sənə dəstəmazlı olmadığım halda Allahı zikr etməyim. Dəstəmazsız halda Allahı zikr etməyim xoşlamadığım idi. Ona görə də mən salamı sənə dərhal qaytarmadım. Səbəbini də burada Allah Rasulü sallallahu aleyhi və səlləm nə edir? Yəni, səbəbini də zikr edir. Hədis səhihdir və Şeyx Albani rahimehullah hədisi Səhih Cəmi əsərində, yəni daha doğrusu Səhih İbn Məcə, yəni kitabında səhihləşdiribdir. İkincisi, dəstəmaz nə vaxt müstəhəbdir? Nə vaxt müstəhəb olur? Sünnədir dəstəmaz almaq. İkincisi, yatmaqdan öncə. Bu da deyir Bəra ibn Azim'in hədisinə əsasən. Bəra ibn Azim radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyərdi, İdə əteytə mədcəəkə fətavadda vuduəkə lissalə. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, yatağa yaxınlaşdığın zaman, yəni yaxınlaşmağa istədiğin zaman dəstəmaz al, namaza dəstəmaz aldığın kimi. Sonra isə sağ tərəfə, yəni uzan, sonra isə denən ki, Allahümmə əsləmtü nəfsi ileykə, yarhamqallah. Allahım, əsləmtü nəfsi ileyk. Nəfsimi sənə təslim etdim. Və vəccəhtu vəci ileyk. Və üzümü sənə yönətdim. Və favtu əmri ileyk. Və işlərimi sənə havalə etdim. Və əlcəətu zahiri ileyk. Və arxamı da sənə tərəf yönətdim. Rəğbətən və rəhbətən ileyk. Yəni, rəğbətən və rəhbətən. Yəni, qorxaraq və ümid edərək sənə. Lə məlcə və lə məncə minkə illə ileyk. Mənim səndən başqa sığınacaq yerim yoxdur. Allahümmə əməntu bi kitabikəlləzi ənzəltə. Allahım, mən sənin nazil etdiyi kitaba iman gətirdim. Və nəbiyyükəlləzi ərsəltə. Sənin göndərdiyin peyğəmbərə, yəni sənin göndərdiyi peyğəmbərə iman gətirdim. Fə in muttu min leylətikə fə əntə aləl fitrə. Peyğəmbər s.ə.v deyir ki, əgər sən bu gecə dünyağı dəyişsən, bunu dediğin halda, dünyağı dəyişsən, sən fitrat üzərində olarsan. Fitrat üzərində olarsan. Və cəəlhunnə əxri mə təkəlləmə bihi. Və Peyğəmbər s.ə.v bunları deyir ki, yəni danışdıqlarının ən axırıncıları et. Yəni bundan sonra işte danışma. Deməli, yatmaq. Bu da dəstəmanın sünnələrindən sayılır. Daha doğrusu, dəstəmazda nə vaxt? Yəni, dəstəmaz almaq sünnədir. Yəni, onlardan da biri yatmamışdan öncə. Üçüncüsü, cünub olduğu halda. Bu halda da cünub olarkən də dəstəmaz almaq sünnədir. Çünki bu haqda da hədis var və əgər bir insan deyir, yemək və yaxud içmək istəyirsə, cünublu olduğu halda və yaxud yatmaq istəyirsə və yaxud ikinci olaraq ciməyə qayıtmaq istəyirsə, yaxınlığa qayıtmaq istəyirsə, o zaman onun dəstəmaz alması sünnədir. Bu da Ayşə radiyallahu anhə hədisinə əsasən Ayşə radiyallahu anhə deyir ki, Kənən Nəbi sallallahu aleyhi və səlləm idə kənə cünubən fəəradə ən yəqulə. Peyğəmbər sallallahu aleyhi və səlləm cünublu olarkən yemək istədikdə və yaxud da ki, yatmaq istədikdə namaza dəstəmaz aldığı kimi dəstəmaz alardı. Və həmçinin Əmmər ibn Yasir radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm cünublu olan şəxs üçün rüsxət verdi, icazə verdi ki, əgər yemək istəyirsə və yaxud da ki, içmək və yaxud da ki, yatmaq istəyirsə, dəstəmaz almasına ona icazə verdi. Yəni, bu nədir? Yəni, sünnədir. Yəni, sünnədir ki, bu halda dəstəmaz almaq. Həmçinin Əbu Said Əl-Xudridən gələn hədisdə Peyğəmbər s.ə.v deyir ki, İdə ətə əhədukum əhləhu thümmə əradə ən yəudə fəlyətəvadda. Yəni, sizdən biriniz əhlinə yenidən qayıtmaq istəyərsə, o zaman dəstəmaz alsın. Əhlinə yenidən qayıtmaq istəyərsə, yəni cima etmək istəyərsə, yenidən dəstəmaz alsın. Buradakı dəstəmaz Peyğəmbər s.ə.v fəliyyətəvadda dəstəmaz alsın, yəni əmir kimi zahirən əmir görünsə də, vaciblik görünsə də müstəhəbliyə dəlalət edir. Çünki Peyğəmbər s.ə.v-in feillərində sabit olub ki, Allah Rasulü s.ə.v bir dəfə cünub olduğu halda yəni yatıb dəstəmaz almadan. Bu da onu göstərir ki, yəni Peyğəmbər s.ə.v sünnəsi odur ki, bu halda dəstəmaz almaq müstəhəbdir, əgər insan cünublu olarsa. Həmçinin harda yenə dəstəmaz almaq müstəhəbdir? Yəni insan qusul almamışdan öncə, istəyir o qusul vacib qusul olsun, istəyir o qusul müstəhəb qusul olsun. Qusul almamışdan öncə, yəni insanın dəstəmaz alması da
müstəhəbdir. Bu da Ayşə radiyallahu anhənin hədisinə əsasən kən Rasul sallallahu əleyhi və səlləm ilə ixtəsələ minəl cənəbəti yəbdəu fəyəğsul yədeyhi thumma yufriğu bi yeminihi alə şimalihi fəyəğsul fərcəhu thumma yetevəddə vudu'əhu lis-salat. Yəni Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yəni cənabətdə olarkən usul aldığı zaman birinci əllərini yuyardı. Sonra yəni sümmə yufriqu bi yemi alə şimali. Sonra sağ əli ilə sol əlinə su boşaldardı və sonra o sol əli ilə övrətini yuyardı. Sonra isə namaza dəstəmaz aldığı kimi dəstəmaz alardı. Namaza dəstəmaz aldığı kimi dəstəmaz alardı. Bu da onu göstərir ki, hədis həmçinin dəlalət edir ki, yəni qusuldan öncə dəstəmaz almaq da müstəhəbdir. Hədis də Şeyx Albani rahimehullah səhihləşdiribdir. Hədis səhihdir, həmçinin Muxtəsər Müslimdə də hədis keçir. Və ilikdə dəstəmaz, yəni hansı halda yəni alması müstəhəbdir? Əgər odda bişən şey yedikdə dəstəmaz almaq müstəhəbdir. Düzdür, bəzi alimlər bunu hökmünə nəsx hökmü veriblər. Bu hədisə ki, hədis nəsx olunub, hökmü nəsx olunub. Yəni, lakin nə vaxt nəsx olunur? Əgər iki dəlili bir-birinə zid olan, təarruf olan dəlili cəm etmək olmayanda, onda alimlər onun hökmünü silirlər, nəsx deyirlər. Yəni, deməli, onun hökmü silinib. Bu cür deyirlər. Lakin əgər mümkündürsə onu cəm etmək mümkündürsə, onda birinci nəsxdən qabaq cəm etmək gəlir. Cəm etmək mümkündürsə, onda biz onu cəm edirik. Odda bişən şey və yaxud od toxunan şeyi yemək, yəni dedik ki, bu halda dəstəmaz almaq da müstəhəbdir. Əbu Hüreyrənin hədisinə əsasən, Əbu Hüreyrə radiyallahu anh deyir ki, Səmi'tu Rasulullah sallallahu aleyhi və səlləm yəqul. Allah Rasulü sallallahu aleyhi və səlləmlə eşitdim ki, deyirdi ki, təvaddəu mimmə məssətin nar. Yəni, od toxunan şeyi yedikdə dəstəmaz alın. Od toxunan şeyi yedikdə dəstəmaz alın. Yəni, kabab, bu kimi şeylər. Yəni, burada əmir təvaddəu dəstəmaz alın, əmir müstəhəbliyə dəlalət edir. Niyə? Çünki, niyə dəstəmaz? Əsl odur ki, əmir vacibliyə dəlalət edir. Əsl budur. Lakin buradakı əmir müstəhəbliyə dəlalət edir. Müstəhəbdir. Niyə görə? Çünki Əmr ibn Umeyyə Əd-Damiriyyə hədisində orada keçir ki, deyir ki, Rəaytun Nəbi sallallahu aleyhi və səlləm yəhtəzdu min kəthfi şəh. Mən deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin qoyunun qolunu, yəni gözdə qızartdığını fəəkələ minhə və ondan yediyini və sonra namaza çağırıldığı zaman qalxıb əlindəyi bıçağı yerə atıb və dəstəmaz almadığı halda namaz qıldığını gördüm. Yəni, bu hədis artıq dəlalət edir ki, hədis də Səhih Müslimdə keçir, Muxtəsər Müslimdə keçir. Yəni, hədis səhihdir, əgər Müslimdə keçirsə. Barakallah fiq. Və hədisi də alimlər deməli, burada cəm edirlər ki, hədis əslən vacibliyə dəlalət edirdi. Lakin Peyğəmbər s.ə.v bu feyli, bu əməli, ikinci əməli, feyli ona dəlalət edir ki, vaciblik hökmündən müstəhəb hökmünə düşdü. Cəm eləmək mümkündür. Amma əgər bu Peyğəmbər s.ə.v bu hədisi olmasaydı, yəni o birisi hədis, yəni vacibliyə dəlalət edəsidir. Təvaddəu mimmə məssətinnər. Peyğəmbər s.ə.v deyir ki, o toxulduğu şey yedinizsə, dəstəmaz alın, əmr elə. Əmirdə vacibliyə dəlalət edir. Nə vaxt onu biz müstəhəbliyə salırıq, ona əks olan bir dəlil, onu müstəhəbliyə salan bir dəlil gəlməyəcək qədər. Burada da dəlil onu göstərir ki, yəni Peyğəmbər s.ə.v bunu eləyibsə, vacibli hökmündən müstəhəb, yəni hökmünə düşür. Aydın oldu? Evet. Ondan sonra altıncısı. Nə vaxt dəstəmaz almaq yəni müstəhəbdir. Altıncısı, hər namaz üçün dəstəmaz almaq müstəhəbdir, sünnədir. Hər namaz üçün dəstəmaz almaq sünnədir. Bu da Bureydən. Hədisinə əsasən Bureydə radiyallahu anh deyir ki, Kənən Nəbi s.ə.v ində kulli salətin. Allah Rasulü sallallahu aleyhi və səlləm hər bir namaz üçün dəstəmaz alardı. Hər bir namaz üçün dəstəmaz alardı. Fələmmə kənə yevmül fəth təvadda. Allah Rasulü sallallahu aleyhi və səlləm fəth günü dəstəmaz aldı. Və məsəh alə xuffeyhi. Həmçinin xufların üzərindən məhz çəkdi. Və sallə salavat bi vudu'ul vahid. Və bir dəstəmazla bütün namazlarını qıldı. Fəqalə ləhu Ömər. Bu zaman deyir, Ömər radiyallahu ona deyir, Ya Rasulallah, innəkə fəaldə şeyən ləm təkun təfəluhu. Sən elə bir şey etdin ki, onu indiyə qədər etməmişdin.
Yəni bir dəst namazla bütün namazları qıldım. Əsl nə idi? Deməli Peyğəmbər s.ə.v daimi nə edərdi? Hər namaz üçün dəst namaz alar. Amma deyir, səndən elə bir şey gördüm ki, deyir. Elə bir şey gördüm ki, deyir. Onu səndən heç vaxt görməmişdim. Yəni bir dəst namazla bütün namazları qıldım. Və onda Peyğəmbər s.ə.v deyir ki, əmdən fəaltü ya Ömər. Ey Ömər, mən bunu qəsdən belə etdim. Yəni, belə etmək də icazəlidir. Amma sünnə nədir? Sünnə odur ki, hər namaz üçün dəstəmaz almaq. Hər namaz üçün dəstəmaz almaq. Səbəbsiz yerə olmaz. Hər namaz üçün dəstəmaz ala bilərsən. Fərd, nafilə, hər namaz üçün. Aydın oldu? Amma səbəbsiz yerə dəstəmaz alalım, dəstəmazın üzərində dəstəmaz alalım, bu nur gətirir, belə bir şey yoxdur. Belə bir şeyin əsli nədir? Belə bir şeyin əsli yoxdur. Həmçinin 7-incisi, dəstəmaz hansı hallarda almaq müstəhəbdir? 7-incisi sünnədir, yəni əndə kulli hədəsin. Hər dəfə dəstəmaz pozulanda dəstəmaz almaq da sünnədir. Bu da Bureydən hədisinə əsasən Bureydə radiyallahu anh deyir ki, Əsbəhə Rasulullah sallallahu aleyhi ve sellem yavmən fədəə bilənə. Allah Rasul sallallahu aleyhi ve sellem bir günü deyir ki, Bilalı çağırdı və dedi, ya Bilal, ey Bilal, bimə səbəqtəni iləl cənnət. Yəni, mən deyir, səni qarşında gedən gördüm. Yəni, mən deyir, ötən gecə cənnətə daxil oldum və sənin deyir, qarşında ayaq səslərini eşitdim. Fəqalə Bilal, Bilal radiyallahu anh deyir ki, ey Allahın Rasulü, mə əzlən tuqatdı illə salleytu rəkəteyim. Elə bir vaxt olmadı ki, əzan verim, ondan sonra 2 rükət namaz qılmayayım. Elə bir vaxt olmadı ki, əzan verim, ondan sonra 2 rükət namaz qılmayayım. Sonra deyir, وَلَا أَسَابَتِ حَدَسٌ قَطٌ إِلَّا تَوَضَّعْتُ عِنْدَ فَقَالَ رَسُولُ sallallahu aleyhi ve sellem لِهَذَا. Deyir ki, elə bir vaxt olmadı ki, dəstəmazın pozulsun, dəstəmaz alıb arxasında 2 rükət namaz qılmayayım. Deməli, hər dəstəmazdan sonra, hər dəstəmaz pozulduqdan sonra dəstəmaz almaq da nədir? Yəni, sünnədir və hər dəstəmazdan sonra da namaz qılmaq da nədir? Sünnədir. Və Peyğəmbər s.ə.v deyir ki, lihədə, elə buna görə idi səni cənnətdə görməyim. Elə buna görə idi. Həmçinin müstəhəb olan şeylər dəstəmazda, nə vaxt dəstəmaz almaq müstəhəbdir? Onlardan biri Mə'ləd ibn Əbi Talhə, o da Əbu Dardadan rəvayət edir. Deyir, ənə Rasulullah sallallahu aleyhi və səlləm qaə fəaftərə fətəvadda. Deyir, Allah Rasulü sallallahu aleyhi və səlləm qaytardı və orucunu pozdu, fətəvadda və dəstəmaz aldı. Fələqidu təvbən fil məscid Dəməşq. Və deyir, mən deyir, Dəməşq məscidində Savbanla deyir, qarşılaşdım. Fəzəkərtu zəlikə ləhu və bu məsələlərini ona zikr etdim, danışdım. Fəqalə sadaqa. O da deyir ki, doğru danışıb. O hədisi kimsənə danışıbsa, hədis səhihdir. Ənə səbəbdü ləhə vuduəhu. Və deyir ki, mən yəni ona dəstəmaz suyunu, yəni dəstəmaz üçün onun üzərinə su tökdüm, dəstəmaz alması üçün. Həmçinin dəstəmaz harada almaq yəni müstəhəblərdəndir. Yəni, meyyiti daşıdığı zaman, insan dəstəmaz alması sünnədir. Meyyiti yuduğu zaman isə, qüsul aldığı zaman dəstəmaz alması isə, qüsul alması isə sünnədir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən qassələ meyyitən əl-yaxtəsil, kim meyyiti qüsul aldırıbsa, qüsul alsın. Özü də qüsul alsın, əmr edir. Və mən həmələhu fəliyyətəvadda. Və kim də cənazəni daşıyıbsa, o da dəstəmaz alsın. Bu da tərk olunan sünnələrdəndir. Görürsən ki, cənazə daşınılır, amma heç kim girib dəstəmaz almır. Ona görə, ey qardaşlar, yəni, əsas bilmək yox, əsas tətbiqdir. Sahabələr niyə əfsər idilər? Radiyallahu anhum və radu anh. Allah onlardan, onlar da Allahdan razı olmuşdular. Yəni, niyə? Çünki onlar hər bir sünnəni tətbiq edərdilər. Onlar sünnədə fərq qoymazlar. Əgər Allah təala hər hansı bir əmri və Peyğəmbər sallallahu əleyhi hər hansı bir əmri əmr edərdisə, fərq qoymazlar. Vacibdir, müstəhəbdir, hətta bildikləri halda dərhal yerinə yetirərlər. Çünki niyə? Allah Rasulunun əmridir, Allahın əmridir. Nə fərqi var ki? Müstəhəbdir, vacibdir. Ondan ötəri maraqlanardılar ki, vacibi tərk etsə kəffarəsi nədir? Nə üçün müstəhəbi tərk etsə bunun kəffarəsi var ya yox? Ondan ötəri maraqlanardılar. Bizdə bugünkü gün hal nədir? Allah və Rasulunun əmri gəlir. Yəni, birinci maraqlar, vacibdir, müstəhəbdir.
vacibsə, deyək, müstəhəbsə tərk edir. Amma sahabələrin tariqası, yolu bu deyil. Sahabələr belə yol tutmazlar. Onlar sünnədir. Allah Resulü s.ə.v qutarır. Bərəkət sünnədədir. Peyğəmbər s.ə.v nə deyir? Yəni, sahurda bərəkət var. Əs-sahuru bərəkə. Sahur bərəkətdir. Nədir? Sünnədir. Sünnə bərəkətdir. Necə ki, Peyğəmbər s.ə.v buyurur ki, mən qassələ, mən rəğəbə ən sünnəti fəleysə minnə. Kim mənim sünnəsimdən üz döndərərsə, mənim sünnəmdən üz döndərərsə, bizdən deyil. Bir rəvayətdə deyil, məndən deyil. Yəni, məndən deyil, bizdən deyil, yəni, qəsd deyil ki, müsəlman deyil. Mənim sünnəmi tətbiq eləyənlərdən deyil, yəni. Sonra gəl məsələ xof çəkmək, xofların üzərinə haflan, yəni məhz çəkmək, bu da qalsın, gələn mövzuya. Subhanəkallahumma və bihamdik və əşhədu ən la ilahə illallah, nəstəğfiruka və ətûbü ileyk.